Salam əksə 10-cu dərs videosuna xoş gəlmisiniz. Bu dərs videosunda qüvvət və onun xassələrindən danışacağıq. Bir qayda kimi desək qüvvəti hər biri A olan n sayda vurğun hasilinə A ədədinin en üstü qüvvəti deyilir. Təbii ki də bu belə yazıldıqda. Başınızı şişirməyin. Bu deməkdir. N bizim nəyimizdir? Qüvvətimizdir. A bizim nəyimizdir? Əsasımızdır. İndi A üstü n nə deməkdir? A üstü n o deməkdir ki, A-nı biz n dəfə bir-birinə vururuq. Ta ki gedir n dəfə, n dəfə. İndi n 5 ola bilər. Onda nə olur? A üstü 5. Yəni A-nı biz 5 dəfə bir-birinə vururuq. Gördüyünüz kimi burada tam olaraq 5 dənə A var. Və ya bir ədəd kimi desək, bunu deyə bilərəm. Tutaq ki 3 üstü 2. Buna 3-ün kvadratı deyilir hətta. Olur 3 vurulsun 3. 3-ü biz neçə dəfə bir-birinə vurduq? 2 dəfə vurduq. Neçə alındı? 9. 4 üstü 3. 4-ü 3 dəfə bir-birinə vururuq. Neçə alınır? 4-ü 4-ə 16, 16-nı 4-ə 64. Bu qədər sadə. Qüvvət anlayışı belədir. İndi bizim qüvvətə aid bəzi düsturlarımız var. Bizim 10 dənə düsturumuz var. Mən bunların hər birini tək-tək izah edəcəm. Əgər hamısını bir anda görmək istəyirsinizsə, dəqiqəsini də indi ekrana yazacağım. Oradan gedib bir dəfəyə baxa bilərsiniz. Birinci düsturumuz. A üstü 0 bərabərdir 1-ə. Yəni hər hansı ədədin üstü 0-dırsa, qüvvəti 0-dırsa, həmin ədəd 1-ə bərabər olur. Bu olsun lap 7 üstü 0 bərabərdir 1-ə. Lap olsun 15 üstü 0 bərabərdir 1-ə. Lap istəyir 10.000 üstü 0, o da bərabərdir 1-ə. Bu birinci düsturumuz. İkinci düsturumuz, hər hansı ədədin qüvvəti 1-dirsə, o da özünə bərabərdir. Bu da necə yazılır? A üstü 1 bərabərdir A-ya. Buna necə yaza bilərik? Acil 7 üstü 1 bərabərdir 1. 17 üstü 1 bərabərdir 17. Ha bir dəqiqə, bu 7-dir. 50.000 üstü 1 bərabərdir elə 50.000-ə. O bir düstura keçək. Üçüncü düstur, A üstü M vurulsun, A üstü N bərabərdir A üstü M plus N. Bu nə deməkdir? Əsaslara eyni olan ədədlərin vurulduqda qüvvətlər toplanılır. Məsələn, 5 üstü 3 vurulsun, 5 üstü 2 dedikdə əsaslarımız eynidir. Əsas olduğu kimi qalır. Vurulduğu üçün üstülər toplanır. Olur 5 üstü 5. Amma bir şey diqqət eləməlisiniz ki, burada 100% bizim əsaslarımız bərabər olmalıdır. Məsələn, siz deyə bilməzsiniz ki, 5 üstü 5 vurulsun 2 üstü 3. Bunu heç cürə toplamaq, vurmaq olmur. Gələ ayrı-ayrılıqda tapıb bir-birinə vurasınız, bu da uzun çəkir. Böləndə necə olur? Vurmada toplayırsa bölmədən olar, təbii ki də çıxarıq. Düstur belə yazılır. A üstü M bölünsün, A üstü N bərabərdir A üstü M çıxılsın N. Birincidən ikincini çıxırıq yəni. Burada da dediyim kimi əsaslar bərabər olmalıdır. 5 üstü 3 bölünsün 5 üstü 1 desək, bu zaman nə olur? Qüvvətlər, üzrsən, əsaslar eyni olduğu üçün əsas olduğu kimi qalır, qüvvətlər də çıxılır. 3 çıxılsın 1. O da 5-in kvadratı elə 25-edir. Dediyim kimi yenə əsaslar bərabər olmalıdır. Siz yaza bilməzsiniz ki, nə bilim 4 üstü 5 bölünsün 6 üstü 7. Yəni, belə bir şey yaza bilməzsiniz. Düstur qüvvətin qüvvətə yüksəldilməsi A üstü M üstü N bərabərdir A üstü Mn. Gördüyünüz kimi buradakı qüvvətlər vuruldu. Buna bir məsələ olaraq gətirsək, məsələn 5-in kvadratının kubu dedikdə əsas yenə olduğu kimi yazırıq və qüvvətlərimiz vurulur. 2 vurulsun 3. O da bərabərdir 5 üstü 6. 6-cı düsturumuz A üstü mənfi N bərabərdir 1 bölünsün A üstü N. Bu da nə deməkdir? Gördüyünüz kimi burada mənfi N'dir, hə? Mənfidirsə bu 1 bölünsün kimi yazılır. Məsələn, 7 üstü mənfi 3 yazsam, bu bərabər olacaq nəyə? Mənfi olduğu üçün 1-in altında yazıram, müsbətə çevrilir. Olur 7-nin kubu. Bu qədər sadə. 7-ci düsturumuz A bölünsün B üstü mənfi N bərabərdir B bölünsün A üstü N. Bu da eyni düsturdur əslində. Sadəcə kəsr kimi də göstərmək istədim. O birində 1 bölünsün kimi yazılırdı, hə? Bu dəfə də tərsinə çevrilir. 7-də 3 üstü mənfi 2 bərabər necə olacaq? Tərsinə çevriləcək. Olacaq 3-də 7-nin kvadratı. 8-ci düstur. Ədədlərin hasilinin qüvvəti onların
ayrı-ayrılıqda qüvvətinin hasilinə bərabərdir. Yenə bir ədəd yazaq. Burada dəyişənlə yazmaq çox daha doğrudur əslində. Belə yazmaq istəyirəm. M vurulsun N. İndi ədədlərlə də yazaram birazdan. Kubu. Bu bərabərdir M-in kubu vurulsun N-in kubu. İndi ədədlərlə də yazaq. Tutaq ki, 2 vurulsun 5-in kubu. O bərabərdir 2-nin kubu vurulsun həmçinin 5-in kubuna. 9-cu düstur. Həmçinin bu bölmədə də işə yarayır. Ayrı-ayrılıqda surətin üst qüvvəti və məxrəcin qüvvəti kimi də yaza bilirik. Bunu da bir məsəl götürək. Tutaq ki, M bölünsün N-in kvadratı bərabərdir M-in kvadratı bölünsün N-in kvadratı. Yəni, bu qədər sadə. Bu dediyim düstur həmçinin kök altda da bu arada aiddir. Məsələn, siz ayrıca kök altında A bölünsün B yazmışsınızsa, bunu ayrı-ayrı da yaza bilərsiniz. Kök altda A bölünsün, kök altda B. Bu düstur burada da işə yarayır. 10-cuya keçək. Kök altında A üstü M kökdə N bərabərdir A üstü M bölünsün N. İndi açıqlayıram bu necədir. Bunu bir ədəd üzərində açıqlayacağım elə. Tutaq ki, kök altında 5-in kubu olsun. Bilirsiniz də kökdə gizli bir 2 var. Bərabər olacaq nə? 5-i yazırıq. Kəsr xəttini çəkdik. Kəsrin surətində həmin bu içəridəki olan yazırıq. 3-ü yazdıq. Məxrəcinə isə kökdəkini yazırıq. 2. Başa düşdünüz, bu qədər sadə. Bu da cavabımız da nə edəcək bizim? 5 kökdə 5. Bir ki, qüvvətlərə baxdıq və bir dənə şey qüvvətdə nəzərə almalıyıq. Mənfi ədədin kəsr üslü qüvvətinə baxılmır. Məsələn, sizə belə bir şey deyim. Mənfi 5 üstü 3-də 1. Buna heç vaxt baxılmır. Bunu da bildiksə dərsimiz bu qədər. Sağ olun.